Tez-tez bizə verilən suallar içərisində biri də ondan ibarətdir ki, fayl daxilində bir səhifə, tutaq ki, səhifələr hamısı kitab formatındadır. Bir səhifə, ortada bir səhifə album formatına çevirmək lazımdır. Bunun üçün, məsələn, tutaq ki, onun nəyə görə lazımdır? Bəzən göstər cədvəllər uzun olur, geniş olur və həmin album formasında olmalıdır. Bunun üçün biz mətn daxil edirik. Bərabərdir. 50 yazırıq. 50 deməli abzasdan ibarət bir mətn yazırıq və yaxud 50 də yox. 150. 150 abzasdan ibarət bir mətn daxil edirik. Balacalaşdırıb baxaq görə neçə səhifəmiz var. Yəni biz bilirik səhifəni nömrələmək. Insert lent tabından page number. Mesela aşağıda bir nömrə qoyuruq buna. Səhifənin aşağısında bir nömrə olsun. Demək, biz baxın, hamısı kitab formatında. Biz istəyirik ki, bu səhifəni album formatına salaq. Bu səhifə 7-ci səhifədir. Bunu eləməkdən ötürü page layout lent tabına gəlirik, kəsmələrdən next page, yəni növbəti səhifəni seçirik. Bundan sonra page layout-a giririk. Orientasiya bölməsindən bunu album kimi seçdik. Bəli, bundan sonra bax, kursorun bu səhifədən sonra bütün səhifələr album formatında oldu. Bax, yenidən bizə bu səhifə lazımdırsa, yenidən növbəti səhifəyə gəlirik. Yenə page layout-da kəsmələri keçdik. Next page, yəni növbəti səhifə kəsdik. Bundan sonra yenə page layout-da orientasiyaya girdik. Portret elədik. Baxın. Səhifələrin hamısı albumdur. Bu səhifə isə kitab formatında, bu isə album formatında oldu. Yəni, mətnin istənilən bir yerində, failin hər hansı bir səhifəsinin ortada istənilən bir yerdə də bu əməliyyatı yerinə yetirmək olar.